Qoç bürcü 14 iyun 2025-ci il. Gün çox mühüm dəyişikliklər gətirəcək. Cəsarətli planlarınızı həyata keçirə və ya hətta əziz arzularınızı həyata keçirə biləcəksiniz. Bununla belə oturub havanın yaxşılaşmasını gözləməməlisiniz. Uğur yalnız təşəbbüs göstərməkdən çəkinməyən və kifayət qədər səy göstərən qoçlara gələcək. Əgər kifayət qədər səy göstərsəniz, həyatınızı hər cəhətdən əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. Ehtiyacı olan yaxınlarınıza kömək etmək üçün əlverişli zamandır. Bu yorucu və ya çətin olmayacaq. Gələcəkdə reputasiyanızı yüksəldə, qarşılıqlı dəstək qazana biləcəksiniz. Boğa bürcü 14 iyun 2025-ci il. Əgər vacib bir şey etməyi planlaşdırırsınızsa, mümkün qədər tez başlamağa başlayın. Günün ilk yarısında ulduzlar sizin tərəfinizdə olacaq. Hər şey gözlədiyinizdən də asanlaşacaq. Yeni bir şey öyrənmək üçün əlverişli zamandır. Əldə etdiyiniz bacarıqlar tezliklə sizin üçün faydalı olacaq. Bir çox boğalar öz planlarını və ideyalarını həmfikir insanlarla müzakirə etməkdən faydalanacaqlar. Bu onlara bəzi faydalı fikirlər verəcək. Günün ikinci yarısında heç bir ciddi işə başlamamaq, mübahisəli mövzular söhbətlərə başlamamaq daha yaxşıdır. Bəzi ev işləri ilə məşğul olun və biraz dincəlməyə çalışın. Əkizlər bürcü 14 iyun 2025-ci il. Cəzbədarlığınız hər kəsə qalib gəlməyə imkan verəcək. Ona görə də gün ünsiyyət, mehriban görüşlər və yeni tanışlıqlar üçün qeyri-adi dərəcədə əlverişli olacaq. Bir çox əkizlər öz üslublarını sınaqdan keçirmək istəyini hiss edəcəklər və onlar yaxşı olacaqlar. Uzun müddətdir işləyən həmkarlar və işgüzar tərəfdaşlarla təsadüfi görüşlər mümkündür. Tamamilə mümkündür ki, onlarla münasibətinizi işlə şəraitdə deyil, səmimi dostluq kimi təzələyəsiniz. Alış-veriş üçün yaxşı vaxtdır. Gözlədiyinizdən çox xərcləsəniz belə peşman olmayacaqsınız. Xərçəng bürcü 14 iyun 2025-ci il. Getməkdə tərəddüd etdiyiniz işlərlə məşğul olmaq üçün əla gündür. Səhər saatlarında xərçənglərin əksəriyyəti güc və enerji artımı hiss edəcəklər. Buna görə də ağır yükün öhdəsindən asanlıqla gələcəklər. Uzun müddətdir sizi narahat edən o suallara aydınlıq gətirmək şansınız olacaq. Baxış nöqtəsi sizinkindən nəzərə çarpacaq dərəcədə fərqli olan insanlarla belə ümumi dil tapmaq asan olacaq. Yaxın dostlarla görüş və ya romantik görüşlər üçün yaxşı vaxtdır. Biz öz daxili düşüncələrimizi bölüşə, bir-birinizi başa düşə, dəstək ala biləcəksiniz. Şir bürcü 14 iyun 2025-ci il. Hər şey gözlədiyiniz kimi alınmayacaq. Bununla belə çevik olsanız, vəziyyətə uyğunlaşa bilsəniz, gün olduqca yaxşı keçəcək. Bəzi şirlər planlarını bir müddət təxirə salmalı olacaqlar. Lakin bu ən yaxşısı olacaq. Çox maraqlı olmayan bəzi şeylər etməli olacaqsınız. Amma nəticə sizi mütləq sevindirəcəkdir. Günün ikinci yarısında ulduzlar sizin xeyriniz olacaq. İşləri qaydaya salmaq, lazımsız şeylərdən yaxa qurtarmaq, sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Axşam sevdiyiniz insanlarla görüş üçün münasibdir. Qız bürcü 14 iyun 2025-ci il. Siz vacib bir şey planlaşdırmamalı və ya çox iş yükü götürməməlisiniz. İstirahət etmək, xoş bir şey etmək, köhnə hobbiyə vaxt ayırmaq və özünüzü yeni bir hobbidə sınamaq faydalı olardı. Bir çox qız bürcləri öz güclərini toplamaqda çətinlik çəkəcəklər. Lakin əksər işləri asanlıqla sonraya təxirə salmaq olar. Sakit olmağa çalışın. Dünyaya mənfi baxışı olan insanlarla gərgin söhbətlərdən və ünsiyyətdən qaçın. Onlar yalnız əhvalınızı pozacaqlar. Ancaq dostlar və həmfikirlərlə görüşlər sizə çox sevinc gətirəcək. Tərəzi bürcü 14 iyun 2025-ci il. Gün yeni başlanğıclar üçün çox uyğun deyil. Bütün tərəzilər öz güclərini ağıllı şəkildə qiymətləndirə və ciddi işlərin öhdəsindən gələ bilməyəcəklər. Ancaq nəticə çıxarmaq gələcək üçün planlarınız haqqında düşünmək, hədəflər qoymaq üçün yaxşı vaxt gələcək. Siz düzgün nəticə çıxara biləcəksiniz və əvvəlki səhvləri təkrarlamayacaqsınız. Olduqca bahalı olacaq gözlənilməz səfərlər mümkündür. Onlardan çox şey gözləməyin. O zaman onlardan fayda və həzz ala biləcəksiniz. Planlaşdırılmamış xərclər ehtimal olunur. Onların qarşısını almaq mümkün deyil. Əqrəb bürcü 14 iyun 2025-ci il. Sakitliyə və özünü idarə etməyə ehtiyacınız olacaq. Sonra bütün gözlənilməzliklərin öhdəsindən gələn münaqişələrdən qaça bütün günü yaxşı keçirə biləcəksiniz. Əksər əqrəblər heç bir məsuliyyətli və iri miqyaslı layihələrə başlamamalıdırlar. Ancaq yaxın gələcək üçün planı qura bilərsiniz. Tezliklə bunu həyata keçirmək üçün uyğun an gələcək. Yaxınlarınızın zəif cəhətlərinə qarşı yumşaq olun. Həddindən artıq seçicilik mübahisələrə və fikir ayrılıqlarına səbəb olacaq. Maliyyə məsələlərində çox diqqətli olmalısınız. Gün spontan alışlar üçün qeyri-adi dərəcədə əlverişsizdir. Oxatan bürcü 14 iyun 2025-ci il. Gün olduqca ziddiyyətli olacaq. Ən əlverişli şərtlər toplusunun olması ehtimalı yoxdur. Optimist münasibət
və tez uyğunlaşma bacarığı sizə kömək edəcəkdir. Uyğunsuzluq qarşısında geri çəkilməyən oxatanlar istənilən vəziyyətdən faydalana biləcəklər. Üstəlik sevinc üçün çoxlu səbəblər olacaq. Əsas odur ki, onları əldən verməyin. Günün ikinci yarısı gözlənilməz nəqd pul daxil olmaları ola bilər ki, bu da xüsusilə faydalı olacaq. Yaxın dostlardan və ya sevilən verilən hədiyyələr və digər xoş sürprizlər mümkündür. Oğlaq bürcü 14 iyun 2025-ci il. Uğurlar bütün işlərinizdə sizi müşahidə edəcək. Həmfikir insanlarla görüşlər və onlarla birgə fəaliyyətləri müzakirə etmək üçün əla vaxtdır. Gözlədiyinizdən daha sürətli və asan həyata keçirilə biləcək yeni gəlirli layihə ilə qarşılaşa bilərsiniz. Bir çox oğlaq qeyri-adi danışıq qabiliyyətinə sahib olacaq. Buna görə də ilkin olaraq şübhə ilə yanaşanlarla tez razılığa gələ biləcəklər. Yeni tanışlıqlar, romantik görüşlər, münasibətlərin başlanğıcı üçün əlverişlidir. Axşam görüş üçün idealdır. Xüsusən də uzun müddət birlikdə çıxmamısınızsa. Dolça bürcü 14 iyun 2025-ci il. Özünüzü idarə edə bilsəniz, gün uğurlu keçəcək. Səbirli olun, sizə lazım olacaq. Əksər dolçalar yaxınları ilə dinc münasibətlər saxlamaqda çətinlik çəkəcəklər. Lakin kobud kənarları hamarlaşdırsanız, mübahisəli mövzuları müzakirə etməkdən çəkinsəniz, hər şey düzələcək. Müsbət münasibət emosiyaların öhdəsindən gəlməyə, başqaları ilə ciddi fikir ayrılıqlarından qaçmağa kömək edəcək. Gün ortadan sonra xüsusilə diqqətli olun. Çünki xırda zədələr riski artır. Böyük alışlar etməməli və riskli layihələrə pul yatırmamalısınız. Balıqlar bürcü 14 iyun 2025-ci il. Gün hadisələrli və məhsuldar olacaq, xüsusən də onun ilk yarısı. Uğurla yararlanacağınız xoş sürprizlər və yaxşı fürsətlər mümkündür. Bir çox balıqlar maraqlı insanlarla tanış ola biləcəklər. Dostluq və əməkdaşlığın başlanğıcı çox gümankar olacaq. Çoxlu orijinal ideyalar ağlınıza gələcək və onların əksəriyyəti tezliklə həyata keçiriləcək. Güc və enerji artımı sizə başqalarının gücü çatmayan bir sıra işlərin öhdəsindən gəlməyə kömək edəcək. Spontan səfərlər mümkündür ki, bu da təkcə xoş deyil, həm də faydalı olacaq.